Mənzillər və obyektlər hər il bahalaşır, amma sökülən evlərə görə kompensasiya məbləği bazar dəyərinə uyğun hesablanmır. Hələ bəzi tikinti şirkətləri istismar müddəti başa çatmış bina sakinləri ilə razılaşırlar, amma söküntünü bir neçə ildən sonra aparırlar. Qiymətləndirməyə gəldikdə də onlar həmin ərazinin real bazar dəyərinə uyğun yox, köhnə qiymətlərlə hesablayaraq kompensasiya verirlər. Əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, bu sahədə hər il qiymətlərdə artım müşahidə edildiyindən qiymətləndiricilər buna ciddi yanaşmalıdırlar. Əks halda burada vətəndaşlar xeyli zərərə düşürlər. Başlanğıc qiymətlə və yaxud qiymətləndirmə rəyi verilən gündən vətəndaşların mənzilləri sökülən müddətə qədər bir neçə il zaman çəkir ki, bu illər ərzində də əmlak bazarında qiymətlərin kəskin artmasına baxmayaraq bəzi hallarda vətəndaşlara köhnə qiymətləndirmə rəyləri ilə kompensasiya ödənilir. Bu da təbii ki, vətəndaşların haqlı narazılığına səbəb olur. Hər hansısa bir əmlak sökülərkən mütləq şəkildə söküldüyü müddət ərzində qiymətləndirməli, bazar dəyərinə uyğun vətəndaşa kompensasiya verilməli. Bəzən də belə hallara görə sakinlərlə tikinti şirkəti arasında illərlə narazılıqlar davam edir. Ümumiyyətlə, kompensasiya nəyə əsasən hesablanmalıdır? Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, qiymətləndirmə şirkətləri bunu evlərin yerləşdiyi ərazidə həmin gün üçün olan bazar qiymətinə görə hesablamalıdırlar. Bəs vətəndaş hesablamadan narazı qaldığı halda nə etməlidir? Belə bir halda vətəndaşlar mütləq şəkildə məhkəməyə müraciət etməli. Məhkəmə qaydası ilə yenidən ekspertiza və qiymətləndirmə təyin olunur və həmin əmlaka qoyulan yeni qiymətləndirmə keçmiş qiymətləndirmədən fərqli olarsa, təbii ki, son qoyulan qiymətləndirmə məhkəmə tərəfindən qəbul edilir. Əgər yenidən aparılan qiymətləndirmə ilk qiymətləndirmə ilə eyniləşərsə, o halda vətəndaşın şikayəti təmin olunmur. Ekspert onu da əlavə etdi ki, hazırda Bakı şəhərində vətəndaşa ödənilən kompensasiya ərazidən asılı olaraq 1500-4000 manat civarında dəyişir ki, bu da real bazar qiymətinə uyğundur. Ramal Abdullayev, Davud İbrahimov, Xəzər xəbər.